Quru sərhədləri Azərbaycan hakimiyyəti açmaq fikrində deyil. Hətta biraz irəli gediblər. Bunlar bu hayasızlığa görə öz ünvanlarına təşəkkür, minnətdarlıq gözləyirlər. Becah yerə demirəm. İndicə oxudum ki, baş nazir parlamentdə çıxış eləyib və görün nə deyir. Deyir ki, son dövrdə regionda cəryan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Eyni zamanda cənab prezidentin uzaq görən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir. Yəni quru sərhədlərin bağlı saxlanılması İlham Əliyevin uzaq görən və müdrikliyindən xəbər verirmiş. Bunun səhərisi günü əgər bunlar quru sərhədlərin 5 ildir, artıq 6 ildir bağlı saxlanmasına görə cəmiyyətdən, səndən, məndən təşəkkür məktubları yığmasalar, efirdə çıxardıb bu barədə adamları danışdırmasalar, onda mən heç nə bilmirəm. Hayasızlıq ən zirvəsinə çatmaqdadır Azərbaycan hakimiyyətini idarə edən insanların simasında.